baseline-dan topu oyuna daxil etdi Kalakon. Elijah, Keon Clergot pərdə yuxarıda gəldi. Elijah'dan gözəl oyun və içəridə yaxşı basketbol oynayıb. Sonny Binsin'dən alım çəkməliyəm. Həm universitetin əsas məzunlarından biri sayılır və CJ Jones da keyfirək bugün o öz komandasına hansı dərəcədə fayda verəcək. CJ birebir oynayır. Boy üstünlüğü var. Jermaine Head'e karşı. Çok çətin bir atış geride qalındı. Elijah'dan hücum reboundu. Elijah Hutchins Everett'te. Top heç nəyə dəymədi. Shamar Wright, Clergot top ondan qopardı. Yine sürətine güvenir. Clergot yara girmişti içeriye. Elijah Hutchins Everett. Yox, bu ağır artilleriya. Hədəfi dəqiq vurdu. Clergot, Elijah istenilen basketbolçuya karşı üstünlüğü. Hutchins Everett 2 metr 11 santim. Zadovrakçı geridə qalmışdı ama komanda yoldaşları topu səbətə göndərə bildilər. Qaflanova gözəl ötürmə, uzundan uzuna ideal asist. Məşqçi bu məqamı diqqətə almır elə ki. Clergot, Elijah hücumda rebound etti. Elijah Hutchins Everett yalnız bir dəqiqə atışını kənara bıraksaq, üçlükləri çox zəif alanda Orucəliyev. Bu basketbolçu da Qubayl oyunun sonunda elə bir kobud səhvə yol vermişdi ki. Everett çox çətinliklə top oyuna daxil edir. Brighton bir nömrəli basketbolçusu Orucəliyev. Elijah əla fırlandı. Foul, bir sərbəst atış. Bright və Yola araya 2 foul oynuyor. Elə görünür ki, Elijah birinci sərbəst atışı alındı. Sumqayıt'ın hesabı bərabərləşdirə bilər. 54'də hesab Jermaine Edmon'a qarşı istiqamət dəyişdirdi Keon Clergot. Qaflanov üçlü atmaq lazımdır. Hüseyin Qaflanov geri dəqiq oynayır. Orucəliyev topu komandası adına qazandırdı. Elijah foul. Heç sürədə etmək məcburiyyətində qalacaqlar. Everett birinci atış dəqiq 60'da bakmaq lazımdı. Clergot. Keon Clergot bitirə bilmədi. Elijah hücumda rebound edir və xal qazanır Elijah. Əgər qazanacaqsa ordu əsas memar Jermaine Head olacaq. Elijah sol tərəfə baxmır elə ki. Clergot, CJ pərdədən çıxdı. 3 xallıq yox. Ötürmə Elijah yaxın məsafədən bitirə bilmir. Elijah Hutchins Everett rebound uğrunda döyüşür. Mübarizə aparır Elijah. İpin üzərində hərəkət edir bu iki basketbolçu. 3 xallıq oyun tamamlandı. Alexis look pas və no look assist. Bravo, bravo, bravo Jermaine.